Salamlar, saygılar əziz dostlar. Sazın müqəddəmatı dərsləri not üzü ilə amuzişinə başlayıram. Əvvəl cələsəmizdir. Bu cələsələrdə səy olunacaq ki, həm məbahisi teori musiqini öyrəşək, həm əməlisin ki, bu teoriləri nə cür sazın üstündə icra eləyək. Əvvəl cələsəmizdə iki bölümdən şamil olacaq. Bir məbahisi teori ki, bir də məbahisi əməli. Məbahisi teorisi şamili bu qismətlər olacaq. Əsli notları mərif eləyəcək xidmətçi, xututi hamili, kilidi solu, xututi mizanı, noti do və noti siyahı əz nəzər zamanı, xətti kəsri ya mizannəma ya ritmi mərif eləyəcəyik, zaman bəndi notları mərif eləyəcəyik. Bir də ki, o do, re, mi, fa bu notları ki, öyrəşəcəyik təriqi neviştarisin, solfejində əncam verəcək bu mərhələdə. Və axırda ki, 3 dənə təmrinimiz vardı. O təmrinlərin solfejini əncam verəcək. Və amma mərhələyi bədidə, yəni 2-ci bölümdə ki, əməli qismətidir. Üçün sazı sifridən başlayırıq öyrəşmağın. Sazı mərif eləyəcəyik, neçə qismətdir. Sazın kasasını mərif eləyəcək, dəstəsin, pərdələri, aşıqların, tərzi giriftəni, mizrabı nəcür tuturuq və kökün bir balaca tozih verəcəyik. Əlamətهای mizrab və ənquşt notların üstündə tozih veriləcək və o notların təriqi icrasını sazda tozih verəcəyik. Axırda 3 növ təmrinimiz ki vardı bu cələsədə, onların təriqi icrasını sazda tozih verəcəyik. İndi əvvəl mərhələni başlayaq, teori qismətin, notların mərifsin. Həmantor ki, bilirsiniz, müqəddəmətən ərz eləyim ki, hər dildə özünə görə səsləri vardı. Bir ünvanı misal, İngilisi dilində 24 səs vardı, Farsıda 32 səs vardı. Və amma musiqidəki bir dildir, bir ünvanı bir dildir, musiqinin dilidir. Bunda da 7 əsas səsimiz var. Bu 7 əsas səsimiz ibarətdir do, re, mi, fa, sol, la, si. Ki, təsvirdə də mülahizə buyurursunuz, besurəti dairədir, yəni dodan reyə rədd olanda zirrəşir bir pərdə, redən miyə rədd olanda bir pərdə zirrəşir və gəlir sidə qutarır. Sidə qutarandan sonra dubara yenə eləyə bilir, doda təkrar olsun. Bir seri bu notlar təkrar olanda ta noti həmnamına yetişəndə bir oktav deyirik. Yəni dodan başlayırıq, ta bəs gəlir siyə yetişincən bir oktav qutarır. Dubara doğa düşəndə o 2-ci do'muz bir oktav zirtər olur. Yəni əvvəl do'muz bəmdə olur, 2-ci do ki başlanır, 2-ci seri o dairə istəyir, məsələn, təkrar olsun. O 2-ci do'muz zir do olur ki, istilahən bir oktav zir deyirik. Müxtəlif sazlarda eləyə bilər, o neçə seri təkrar oluna, yəni neçə seri o do, re, mi, miz ola bilər. Bizim sazda bu sazın əsli pərdələrində istəsək çalaq, aşıq havaları yolunda təqribən bir oktav, 2 oktavdan bir not kəm olur. Ta lacı kimin olur, 2 oktav təqribən olur. Ki biz bu notları rədəfin gərək hifz eləyək. Məsələn, bunu öyrəşək ki, hifz eləməliyik ki, dodan sonra həmişə redir. Dodan və həmçinin qabaq həmişə sidir. Ya miyin o tərəf, bu tərəf notların bilməliyik. Midən məsələn, bir pərdə bəm, redir, bir pərdə zir,
əlbəttə bu mi ilə fa-nın arası yarım pərdə olur. Yarım pərdə zir fadır. Bunların tərtiblərin səy eləyəcəyik ki, hifz eləyək və zehnimizdə kamilən otursun. Həman toru ki, o biri dillərdə də yazmaq üçün xətti zəminən yazdı. Məsələn, farsıda bir xəttin üstündə yazılır kəlmələr. Ya İngilisidə 2 xətti zəminənin üstündə yazılır. Musiqidə də notlarımız 5 xətti zəminənin üstündə yazılır. Müntaha 5 xəttimiz ki, bu halətdədir. Əvvəlin xəttimizə şumarələri aşağıdan başlayır. Əvvəlin yap aşağıdakı xətt şumarəsi 1 olur, 2, 3, 4 və 5. Mənzur deyəndə xətti 3-cü xətt mənzurumuz bu olur. Ya 2-ci xətt mənzurumuz budur. İndi notlarımız bərhəsb in ki, hangi xəttin üstündə qərar tapsın. Məsələn, əvvəl xəttin üstündə qərar tapa bilər, ya əvvəllə 2-nin arasında qərar tapa bilər. Pəs notlar həm xəttlərin üstündə yazıla bilər, həm 2 xəttin arasında yazıla bilər. Ki, adları fərq eləyəcək ki, bu 7 danadan biri olacaq. Və amma bərayin ki, biz eləyə bilək o notları oxuyaq, kilidə niyazımız var. Xəttlərin əvvəlində bir əlamət yazılar, həman tor ki, görürsünüz o təsvirdə. O əlaməti kilidi soldur. Yəni, o əlamət olmasa biz eləyə bilmərik o notları oxuyaq. Kilit bir məniyə rəmzi quşaydır. Rəmzin açır ta o notların biz eləyə bilək o notların adını bilək. Kilitlər mütəfavit olur. Kilidi do olur, kilidi fa olur ki, mühümləri bunlardır və kilidi sol ki, bizim sazımız kilidi solda tədris olunur. Kilidi sol beynvanı kilidi beynəlmiləli də tanınır. Yəni, əksəri sazlar ki, kilidi solda yazılır notları. Ona görə kilidi beynəlmiləlidir və əksəri ahənglər də kilidi solda yazılır. Fərz eləyək kilidi solda, məsələn, əvvəl xəttim mi olsa adı notumuz, məsələn, kilidi doda mütəfavit olacaq. Kilidi doda, məsələn, la olacaq əvvəl xətt. Ona görə kilit lazımdır ki, əvvəldə müşəxəs olsun ki, hangi kilitdə notlarımız yazılıbdır. Məbhəs-i bədimiz xətt-i mizandır, xütut-i mizan deyirik. Diqqət eləsəz, bir əmud xəttlərdir ki, xütut-i hamilin üstündə çəkilibdir. Bunlara xətt-i mizan deyirik. Xətt-i mizandan adından müşəxəsdir. Ahəngi mizan eləyir, yəni bir qismət-hay müsavi təqsim eləyir. O da indi qalıb ahəngin ritminə və o mizan nəmasına ki, məsələn 2-4 olsun, ya 3-4 olsun, ya 6-8 olsun, mizanın tedadı notları mütəfavit olacaq. Həmçinin ki, məsələn şeirlərdə bəzi şeirlər 7 hicai olur, bəzi şeirlər məsələn 11 hicai olur. Bunların misraları, uzunluğu, tedad, kəlmatı fərq eləyir. Musiqidə də bu mizan elə bil ki, məsələn o misraları ayırır, o cümlələri biz üçün ayırır musiqidə. Müntabi surəti müsavi olur. Fərz eləyək, məsələn, 2-4-də hər mizanımızda gərək 2 qədəmlik not olsun. Da birində 3 qədəm ola, birində 2 qədəm ola, onda düz olmayacaq not nevisimiz. İndi əvvəlin notu ki, örgəşirik xütut-i hamilin üstündə, not yazısını örgəşirik, notu dodur. Diqqət eləsəz, notu do xütut-i hamilin əşasında qərar tapıb, bir dənə də balaca xətti izafə keçibdir. Pəs eləyə bilərik, əlavə bər o 5 xətt, xütut-i izafədən istifadə eləyək. Yəni, istəsək bəmtər gedək, o xətti hamilin əşasından izafə xətt çəkərik. İstəyək o 5 xəttdən zir gedək. Eləyə bilərik o 5-ci xəttin üstündən
xətti izafə çəkək. Ki, sazda bir dənə o standart yerlərini əgər nəzərdə tutsaq pərdələrin ki, aşıq havaları icra olunur, bir dənə xətti izafə altdan götürür, bir dənə də xətti izafə üstdən götürür, o xütut-i hamilin üstündən götürür. Pəs bir dənə zildə xütut izafəmiz olur, bir dənə bəmdə. Əvvəlin notumuz oldu notu do ki, bu halətdə yazıldı. Aşağıda xətti, bir dənə xətti izafə götürdü. Notların yazısı iki qismətdən təşkil tapır. Bir o aşağı qismətidir ki, nöqtədir. Bir də nöqtənin üstündə bir xətt çəkilib ki, ona pərsəm deyirik. O pərsəm zamanların bizə nişan verəcək, müxtəlif halətlərdə olanda zamanları fərq eləyəcək. Bəli, o nöqtələr bizə notların adın mərif eləyəcək. Yəni, vaxtı ki, hər yerdə gördük pərsəmi, hər növ olur olsun, o nöqtəmiz aşağıdan əvvəl xətti izafənin üstündə qərar tapıb, adına do deyəcək hər yerdə. Pəs bu notu don yazı təriqəsidir ki, hər mövqə bunu görəndə biz do oxuyacaq. Mətləb-i bədimiz mizannəma ya ritm ahəng ya həmin xətti kəsridir ki, ahəngin əvvəlində yazılır. Bir ünvanı misal burada 2-4 yazılıbdır. 2-4-dən mənzurumuz budur ki, hər mizanda 2 dənə not qərar tapacaq, ərzişi hər notda yeksaharımdır. Pəs surət-i kəsr tedadı notları nişan verir, məxrəc kəsr ərziş-i zəmaniyə hər notu bizə nişan verir. Notların zamanbəndisinə diqqət eləsək, ya böyüklərin zamanımız ki, vahid nəzərdə tutmuşuq, noti cerdidir. Noti cerd 4 zərbidə çalınır. Çün vahid nəzərdə tutmuşuq bunu, 1 deyirik, birlik not deyirik buna. Hər noti cerd 2 qismətə təqsim olur, hər biri bir dənə ağ notu təşkil verir, ya noti sefidi. Hər noti sefid də 2 zərb olacaq və vahidinə müqayisə eləsək, yek dövbümü vahid olur, yəni vahidin yarısı. Pəs noti sefidə də noti yek dövbüm ya yarım deyirik. Hər noti sefid də 2 yerə bölünür, təqsim olur, hər biri bir noti siyahı təşkil verir. Noti siyahın da hər birin bir qədəmdə icra eləyəcəyik və adına da nisbət bir vahid əgər ki, vahidimiz yekdir, nisbət bir o müqayisə eləsək, olur yek çaharım. Yəni 4 dənə not siyahımız, bir dənə noti cerd olur. Buna görə adına yek çaharım deyirik. Pəs 2-4-də mənzurumuz bu olur ki, 2 dənə noti siyah olsun hər mizanda, ya 2 dənə noti yek çaharım olsun. Və amma təriqi qədəm vurmağımız nə halətdədir, onu sizə tozih verim. Bunun səthi yer nəzərdə tutsaq, yerin səthidir, fərzən otduğumuz yerin səthidir. Bu da bizim qədəmimizdir. Qədəm göydə olur əvvəl, daban yapışır yerə, qədəmi qozuyuq göyə. Bir qədəmimiz 2 qismətdən təşkil tapır. Bir qədəm yenir yerə, dubara qalxır göyə. 2 qismət olur. Yerə yenəndə deyirik 1, göyə qalxanda və. Pəs olur, bir qədəmimiz bu halətdə tuturuq. 1 və. 2 qədəm istəyək tutsaq ki, hər noti ritmi do çaharda, 2-4-də hər mizanda 2 qədəm olacaq. Əvvəl qədəmdə deyirik 1 və 2 və. 2-ci qədəmdə də dedik 2 və. Pəs yenəndə deyirik 1, qalxanda və. 1 və 2 və. 2-2-4 mizanında bir mizanın qədəm vurması bu halətdə oldu. 1 və 2 və. İndi gedək solfejinə.
əvvəl xəttimizin do'dur ki, notlarımız do'dur hamısı. Burada neçə dənə do'muz olsa, o belə qədəm vurulacaq. Hər birinə bir dənə də do deyəcəyik. Ki, burada diqqət eləsəz tedadı mizanımız 6 mizandır. Hər mizanda 2 dənə notu do olur. Pəs 12 dənə qədəm vurmalıyıq və 12 dəfə do deyirik. Qədəmimiz başlayanda do deyəcək, ta qədəm qutaranda tərk edəcək bu halətdə. Do, do, nəfəs alırıq qədəm qutaranda, dubara səri o biri qədəmi başlayırıq. İndi mən solfejin, bu əvvəl xəttin solfeji ki 12 dənədir. 12 ərz olsun ki notdur, notu dodur. Onu xidmətsə solfejin deyirəm. Bu halətdədir. Do, 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 do. Bu halətdə qutarırıq. Və amma ikinci xəttimiz ki, nota redir, yenə 6 mizandır, 12 qədəm olacaq. Solfejin bu halətdən oxuyacaq. Re, re, re,